Azərbaycan Xalq Cümhuriyyətinin hökumət kabinetlərinin fəaliyyəti dövrlərinə aid uyğunluq. Birinci hökumət, ikinci hökumət oxşarlıq. Birinci hökumət 1918-28 maydan 1918-17 iyuna qədər. İkinci hökumət 1918-19 iyun və 1918-7 dekabra qədər. İndi baxırıq, Azərbaycan parlamenti yaranması haqqında qanunun qəbul olunması. Bu qanun 1918-20 noyabrda qəbul olunub. Bəli, bu dövrdə də ikinci hökumət fəaliyyətdədir. Mən A variantını asanlıqla 2-yə yaza bilərəm cavab olaraq. Lakin A çox təhlükəli bir cavabdır. Niyə? Çünki bizə belə bir məsələ verər. Deyər ki, ikinci hökumətin dövrünə aiddir. Azərbaycan parlamenti yaranması haqqında qanunun qəbul olunması. Axı, bu qanunu verən ikinci hökumət deyil. Çünki ikinci hökumət müəyyən müddət qanunverici orqan olub. Müəyyən müddətdən sonra keçib icraya. Qanunverici orqan olaraq fəaliyyətdədir 19 iyun 1918 və 16 noyabr 1918-ə qədər. 16 noyabrdakı gəldi Milli Şura fəaliyyətini bərpa etdi. Buradan artıq İkinci hökumət olacaq icra edici orqan. Nə vaxta qədər? 7 dekabra qədər. Qanunu verən ikinci hökumət deyil, Milli Şuradır. Qanunun verilməsi ikinci hökumətə aid deyil. Sadəcə orada yazılmalıdır ki, fəaliyyəti dövrü, ikinci hökumətin fəaliyyəti dövrünə aid bir başlıq olsa, A variantını ikinci hökumətə götürəcəksiniz. Olmasa əsla götürə bilməzsiniz. Çünki cavabınız səhv çıxacaq. İkinci hökumət bu qanunu verməyib. Bu qanunu verən Milli Şuradır. B variantı. Ordu quruculuğu ilə bağlı tədbirlərin görülməsi. Azərbaycan Xalq Cümhuriyyəti yaranandan ordu quruculuğu ilə bağlı tədbirlər artıq başlayıb. Ona görə mən bunu ortaq cəhət olaraq götürəcəm. B variantını. Milli Şuranın qanun verici orqan funksiyasını yerinə yetirməsi. Bəli, birinci hökumətdə onsuz da birinci hökumət icra edici orqandır. Milli Şurada qanunverici orqan olub. İkinci hökumətdə də müəyyən müddət ikinci hökumət qanunverici orqan olsa da 16 noyabrdakı Milli Şura fəaliyyətini bərpa etdi. Ona görə ikinci hökumətə də mən bunu ortaq cəhət götürə bilərəm ki, Milli Şura bəli qanunverici orqan funksiyasını yerinə yetirib. Doğrudur. Hərbi Nazirliyin yaranması müəllimlər. Bu da vacib məsələdir. Bir var hərbi nazirliyin yaranması, bir də var bərpa olması. Hərbi Nazirliyin yaranması bu birinci hökumətin dövründədir. İlk nazirimiz də Xosrov Paşa bəy Sultanovdur. Bərpa olması ikinci hökumətdədir. 1918 noyabrın 1-də. Bu da ikinci hökumətdədir. İkinci hökumətdə də bizim olacaq, deməli bərpa dövründə Fətəlxan Xoyski hərbi nazirimiz. İndi bura yaranması yazmışam da. Yaranması yazmışamsa, deməli bu birinci hökumətə aiddir. Bərpa olması yazsaydım əgər, bu ikinci hökumətdə olacaqdı. Bu məsələdə diqqətlə yanaşın. Y variantı. Azərbaycan Xalq Cümhuriyyətinin qərb yönümlü siyasət yeritməyə başlaması. Qərb yönümlü siyasət yeritməyə başlamışıq İngiltərə ilə yaxınlaşaraq. Bu da 3-cü hökumətin dövründədir. Yəni 3-cü hökumətin dövründən başlayır. Ona görə yeni çıxıram. Doğru cavab olacaq 1D, 2A, 3B, C.